Lakin dinin dəvətçilərə ehtiyacı var. Baxsan, Quran-ı Kərimdə Allah Teala bir çox yerdə cavan uşaqlardan danışır, cavan oğlanlardan. Onları bizə nümunə kimi, misal çəkib Allah Teala ki, biz onları nümunə götürək. Məsələn, İsa aleyhissalamdan Allah Teala danışanda, onun ətrafında olanlardan danışanda görün, necə bizə Allah Teala onları çatdırıb. فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنْصَارِ إِلَى اللّٰهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنْصَارُ اللّٰهِ El-Əyə. O zaman ki, İsa öz qövmündən küfür hiss elədi ki, artıq bunlarda küfür var, qəbul eləmirlər. Dedi ki, kimdir Allahın yolunda mənə kömək eləyənlər? Mən ənsari ilallah. Kim Allaha gedən yolda mənə kömək eləyər, dəstək olar? Kim insanlara tək Allaha ibadət eləməyi boynuna götürər, bu yolda mənə yardım eləyər, Allaha yardım eləyər? Cavaba baxın. Qalil havariyyun. Havarilər ətrafında olanlardır ki, nəhnu ənsarullah. Biz Allahın köməkçiləriyik.